Bizə ən çox sual verirsinə gəlir. MDF, kompozit və PVC panelləri harada istifadə etmək olar və yaxud da olmaz. Ən çox sual gəlir ki, MDF olar. Qardaş, bunu satırlar ki, nəmli yerlərə, nəmiş çəkən yerlərə rahat istifadə eləmək, amma olmaz. Bunun bir müddət sonra ziyanını görəcəksiniz ki, şişir, MDF taxır. Qalın olmağına baxmayın, düzdür, bir barmaq boyda qalınlığı var bizim MDF-lərin, amma biz məsləhət görmürük. Amma PVC panelləri istifadə eləmək olar nəmli yerdə. Amma çöldə istifadə eləmək istəyirsə, bunu gün düşməyən yerdə də istifadə edə bilərsiniz, amma gün düşən yerdə məsləhət deyil, çünki rəngi ola bilər ki, solsun, dəyərli izləyicilərimiz. Amma bu məhsullarımız var ki, dəyərli izləyicilərimiz, kompozit məhsullar. Bunu istəyirsə, 100 dənə rəngə rəyliyin, çölə vurun, yağışın altında qalsın, qarın altında qalsın, fərqi yoxdur. Bu kompozit modeldir, özünüzlə yaxınlaşıb əldə edə bilərsiniz, baxa bilərsiniz. Və ən əsası da akustik darağımızdır. Bu darağı isə nəmli yerlərdə yox, istənilən yerlərdə belə istifadə edə bilərsiniz. Çöldən xaric olmaqla, hətta tavana belə istifadə edə bilərsiniz. Bu məhsulumuz. Arxası akustik keçədir, səsi boğur, üzərisi MDF-dir. Həm gözəllik yaradır, həm də həqiqətən bir sənət əsəridir. Yaxınlaşıb əldə edə bilərsiniz. Modellər çoxdur. Bax, hələ burada sürprizlərimiz var. 4 manatdır, dəyərli izləyicilərimiz. Bu modelimiz də uzunluğu 3 metrdir. Eni 20 santimdir. Hələ belə də daraq eləyə bilərik. Bambuq panelin içərisində bax xəttlər atmışıq. Bunlar da